Bu suala cavab vermək üçün mən məsləhət görərəm ki, şagird birinci maddəni çəksin. Çəkməsə suala cavab verə bilməz. 2,2,5 trimetil heksin 3-ü mən necə çəkəcəm? Birinci əsas zəncirdən neçə karbon? Ay sağ ol. Birinci sözün sonuna baxırıq. 6 karbon çəkəcəm. 1, 2, 3, 4, 5, 6. Heksin deyirsə burada 3 qat rabitə olmalıdır. Heksin 3 deyirsə mən 3 qat rabitəni hara atmalıyam uşaq? Heksin 3 deyirsə harada qoymalıyam 3 qat rabitə? 3 ilə 4-ün arasına. Bəli, bax bura. Nömrələsən fərqi var bunun sağdan ya soldan? Məncə fərqi yoxdur. Bizə deyir 2, 2, 5 trimetil. Əgər soldan nömrələsəm 2, 2 deyirsə onda bura metil. Bir də 5-ə qoyuram metil. Görün, razısınız məndən yoxdur. Baxın bir də. Hidrogenlərin hələ işi düzməmiş. Maddəni çəkdim. Uşaqlar, bizə də fikir verin. Bax, bu hissəni verib. Karbon 3 qatı verib. Karbon 3 qatı veribsə. Baxın. Onda siz mənə deyin görək. R1 hansı radikal olur? R2 hansı radikal olur? Sol tərəfə R1. Ay sağ ol. Bəli, izopropil. Üçlü, bəli. R1 radikalı bizdə budur. Uşaqlar, sol tərəfdə gördüyümüz üçlü butil. R2 radikalı da izopropil. Bizə deyir R1 ilə R2-ni birləşdir. İndi gəlin bunları birləşdirək. Burada yuxarıdan yazıram. Üçlü butillə izopropili birləşdirirəm. Bunları birləşdirdim. Buradan alkan aldım. Hidrogenlərini də düzürəm. Hamı baxsın. Səmərəli adlandıranda nə edirdik orada? Hidrogeni ən az olanı alırdıq dairəyə. Yəqin ki, yadınızdadır. Bax, bunu alıram dairəyə. Metil bu tərəfdə də izopropil. Adı necə olacaq uşaqlar? Trimetil izopropil. Sonda nə deyirdik? Metan. Trimetil izopropil metan. C variantı.